Salam, bugünkü dərsimizdə biz əsas honeypotlardan danışacağıq. Honeypotlar əslində kiber təhlükəsizlikdə belədir ki, hackerları tələyə salmaq üçün istifadə olunur. Adından görüldüyü kimi honeypot. Yəni sistemdə biz elə quracağıq sistemi ki, normal SSH 22-ci qapı OpenSSH proqramı deyildi. Ona giriş normal olduqda sistem avtomatik hakeri tələyə salacaq. Amma normal girişlər biraz fərqli olacaq. Honeypotun da xüsusiyyəti budur. Çalışın dərslərə like verin və bəyənməyi unutmayın, belə deyək. İndi gəlirik bu hissəyə. Mən burada roadmap üzərindən gedəcəm honeypotu yüklənməyə. Birinci növbədə açmışam, belə deyək, Ubuntu-nu. Keçmiş dərslərdə bunu yəni qurmuşuq. Ondan sonra roadmapda SSH configuration fayla girir. Konfigurasiya, SSH-ın konfigurasiyası nədir? SSH nədir? İki kompüter arasında əlaqə, onu keçmiş dərslərdə mən demişəm. Və burada bizdə əslində mən dəyişikliyi indi elədim. Burada 22 olacaq, DS olacaq qabağında, comment kimi də belə DS-lər. DS-i götürəcəksiniz, 5 eləyəcəksiniz deyə burada mən bunun haqqında məlumat vermişəm. Və ondan sonra Ctrl-X eləyirik. Ondan sonra sistemdə SSH-a bir restart verirəm. Yəni dəyişikliyə görə statusuna baxıram, görüm SSH hər hansı bir hata falan, failed olmayacaq. Görürük ki, active running gedir, deməli işləyir, yəni problemi yoxdur. Ondan sonra biz gəlirik hara? Deməli, mən gələm SSH-ın, bura girişə yox, birinci gəlin beləyək. UFV ilə qapını açırıq. Yəni update edirik sistemi, güncəlləyirik və roadmap ümumiyyətlə istifadə olunur bizim sahədə. Çünki niyə? Bir də kodu əlinə yazmağa ehtiyac yoxdur, hazır sistemdir. Əsas sistemi başa düşməkdir. Mən bütün həmişə demişəm, bu kodinqa da aiddir, bu hər sahəyə aiddir. Sistemi başa düşmək lazımdır, yoxsa belə boş-boşuna yazmaqla getmir. Nə də bəzi eşidirəm ki, məsələn, bir çox insanlar bu sahədə olanlar müraciət edir, yeni gələnlər məsəl üçün deyirlər belə əzbərçi deyir, bizim sahə sistemi anlamaqla gedir və layihə üzərindən gedir. Belə boş-boşuna, yəni iki dənə tool alətlə belə fikirləşəsən, belə oldu, elə oldu, olmur. Əsas layihə üzərindən getmək lazımdır. Mən burada update-i verdim və greplə dinləyirəm. Görək bizim 5.2 verdiyimiz 5.2 dinləmə mövqeyindədir. Bəli, zeroları görürük. Ondan sonra reload və SSH-a biz də yenidən başlama veririk. Bunları elə kopyalayıram roadmap üzərindən birbaşa getsin. Ondan sonra update etmək yoxdur da, bir də virtual environment yükləyirik. Python virtual environment ümumiyyətlə bizə lazımdır. Çünki onu yükləmədən proqramı yükləmək olmur. Yes, enter vururam və sistem yükləməyə başlayır. Ondan sonra kitabxanalarını yükləyirəm. Dev kitabxana bir requirements textini falan yükləyəcəm. Sistemdə çünki Kavriye indi quracağıq, yəni honeypotun adıdır. O imini belə deyək də, lorla desək, həmən o sistemin içində Pythondan qurulduğundan onu sistemə əlavə eləməliyik, belə deyək də, proqramlaşma dilində qurulub o. Pythonda belə deyək. Yükləsin. Yüklədikdən sonra biz bunun ardına burayı kopyalayacağım və o sistemin içinə qoyacağım onu. Burada belə OK vur. Ay, üzr istəyirəm. Yanlış yerdə vurdum. Seçirik sahəni. Mən SSH-la bir sitə bağlamışam PowerShell-ə, oradan üzərindən gedirəm və getdi. Gedəndən sonra requirements text'ə baxırıq, görək götürəcək, götürməyəcək. Yəni hata biraz təbii ki. Ola bilər. Deməli, beləyək. Environment-i yükləmişik, burada yenə yazmışam, eyb yoxması deməkdim. Gəl, ikinciyə keçək, devə keçək. İndi bir açılacaq. Olur hatalar. Problem yoxdur. Add user, bir dənə user, yeni user əlavə edirik Kavriyeyə görə. Amma bu user'a biz password təbii ki qoymuruq, avtomatikdir. Enter vururam. Yəni yeni user kimi əlavə edirəm və su Kavriye. Həmən o qolluğun içinə keçirəm. Keçdik, avtomatik git cloneləyib GitHub'dan Kavriyenin faylını yükləyirəm. Birazdan requirements text'i düzələcək. Yükləyə düzəldəcək, problem yoxdur. CD, yəni həmən qolluğun içinə keçirəm ki, GitHub'dan yükləmişdim. Təbii yüklədiyim faylın içinə keçirəm. Əla. Virtual environment-i gəlin qoşaq görək hələ. Qoşula bilirmi? Tak. Aktivasiya getdi. Əla. Activate edirik ki, environment-ə daxil olsun ki, biz onun daxilinə proqramı yükləyə bilək. Əla. Qarşısında Kavriye environment görürük. Bu əladır. Yəni sistem işləyəcək. Pip, yəni kitabxana library Pythonda yükləyirik. Pythonda işləyənlər bilir. Upgrade edib güncəlləyirəm. Əla. Ondan sonra requirements text'i mütləq şəkildə bir çox proqramların içində olur. Yəni bu yüklənməlidir ümumiyyətlə çalışması üçün. Lorla desək, cd etc sistem fayllarının içinə keçib cp-lib, yəni kopyalayacağım nüsxəni, ondan sonra nüsxanın üzərinə bir nano ilə dəyişəcəyik. etc-yə keçdim və cp kopyalayıram Kavriyeni, ondan sonra nano eləyib içində bir balaca top secret yazacağıq ora ki, sistem düzgün işləsin. Elə ardıcıl gedirik də, yəni sistemi qurmaq üçün. Deməli, burada host name, gəlin beləyək də. Ctrl W, yəni axtarış verdik, gəldi.
Gəlin bir dən baxaq görək. Hostname, hostname-i dəyişin. Top secret qoyun. Ki, elə standart belə olmalıdır əslində düzgün işləsin deyə. Всё. Ctrl X. Yes, enter. Vurdıq, getdi. Enable, enable yaddan çıxdı. Təbii ki. Həmçinin nəsə yaddan çıxmalıdır. Telnet hissədə. Yəni telnet hissədə biz bunu Ctrl W yadımızdan çıxmasın. Roadmap ümumiyyətlə lazımdır. Belə tamamilə eybi yox, problem yoxdur. Belə axtaraq telnetini tapacağam. Problem yoxdur. Telnet hissədə telnet enable edici. Səbəb çünki telnetdən də qoşulmaları dinləməyə almaq istəyirəm. Telnet bilirik ki 23-cü qapı ilə işləyir. SSH 22 ilə işləyir. Yəni onu da dinləməyə almaq üçün onu da enable edici ki o da dinlənsin. Yəni sistemdə də ona da giriş olsa əgər. Shell, hara getdi çıxdı o yola. SSH. Telnet. Bu arada mənim YouTube səhifəmdə Instagram profilimdə var. Orada üzv ola bilərsiniz. Orada da paylaşımlar eləyirəm. YouTube səhifəmə baxanda infoya orada bir çox yerlərdə mən saytımız, həmçə Instagram üzərindən də baxıb ulaşa bilərsiniz. Yəni enable elədim. Ctrl X, yes, enter və iptal işləyici. Amma bu bizə niyə lazımdır? Amma buradan çıxmaq istəmirəm. Bir də ora girmək var. PowerShell-ə gəldim. PowerShell-ə gələm və administration kimi açıram. Çünki SSH-a girmək istəyirəm. Məndə elədi. Açdıq. SSH emin at 192 168.100.154 səhv eləmirəmsə baxarıq. Yadımdan çıxıbsa, yox. Yaddan çıxıb. 157. Həmişə nədəsə bir səhv olmalıdır. 157. Bir dəqiqə. SSH emin at 192.100.157 bir də baxaq. Üzr istəyirəm. Bildim niyə elə oldu. Çünki biz nə qurmuşuq? Honeypot. Honeypotda artıq normal SSH kimi giriş olmur. Çünki replace eləmişik biz 5.2-yə. Ona görə giriş zamanı nə istifadə edəcəyik? Bəli. Port 5.2. Bu normal girişdir. Çünki o bir giriş artıq Honeypot tərəfindən bloklanır. Yəni normal giriş sayılmır. İşçi qrup girişlər ancaq belə SSH-la olacaq. Yəni Honeypotun qaydası budur. Normal qrupla giriş edən hacker, yəni bilir ki 22 açıqdır və girmək istəyir, başına bəla gəlir, düşür təliyə belə girəndə normal SSH girişdir. Amma belə giriş işçi qrup girişlərdir, 5-2-lər. Yəni vururuq, təbii ki root, çünki yadırğadım ona gördən girdim. Yəni gəli su enter root. Mən neynədim? Su enter root. Gəlirik indi bura. Roadmap üzrə. Roadmapda establish yükləyəcəm. Bunlar bizə niyə lazımdır? Mən bunu yükləyirəm. Sonra replace deyəndə yerlərini dəyişəcəm. Redirect. Deyirəm ki 22-ni 4-2-yə yönət. Yəni SSH. 23 telneti 22-23-ə yönət. Yəni ki normal girişlər 4 və 5-2. Yəni standart giriş olmayacaq artıq. Yəni Honeypotun qaydası budur. Səni alladır. 22 açıq deyir, bilsən normal SSH kimi girmək istəyirsən, hacker elə bir də düşür təliyə. Ki bu da elə bunun qaydası budur. UFV ilə 4.2-ni də açırıq. İndi biz nə edəcəyik? Açdıqdan sonra Activate-ə giririk. Mən bir baş salacağım yükləmədən sonra. Mən 2 dənə şey açmışam da PowerShell. Və Kavriyanı qrab eləyək. Daha doğrusu, burada açmışıq, qəb eləyək də. UFV ilə mən açdım. Açdım, bu birisini bura vurdum, eyb yox. Bunu Activate əslində bu biri terminala qoyacaq. Bu belə elədi. CD 2 nöqtə çıxaq. ETC-dən ondan sonra bunu verək. Və ondan sonra da pip install editable nöqtə qarşı götürürəm. Əla, yüklədi. Ondan sonra da biz nə edirik? ls bin. Görək içində varmı? Əla, Kavriya hazır. Kavriya start. Yəni işini görsün deyə. Əla. Stop da eləyə bilərsən, start deyilsə fərq eləmir. Sistem işləyir. Yəni stop verək, son start eləyək, üzr istəyirəm. Tak, stopping. Bir dənə də starting. Tak, hazır. İndi nə edəcəyik biz? İndi sistemdə, belə deyək də, biz load edəcək, tail verəcəyik. Tail nə deməkdir? Logları yoxlasın. Yəni bu artıq sistemdə Kavriyaya gələn hücum taktikləri, yəni yaxaladığı sistemləri bu Kavriya buradan dinləyir. Ki, nə giriş olub, nə olub? Sual.
Mən bayaq bir şey dedim. Normal giriş artıq loqlanacaq Kavriya tərəfindən. Yəni honeypot qaydası budur. Amma işçilər isə belə girdikdə, yəni normal giriş necədir SSH 22-yə bax belə. Deməli Kavriya onu avtomatik tailda yaxalayacaq, yəni loqlayacaq. Normal olmayan giriş, amma işçilərin girdiyi giriş 5-2 nədir? Onu loqlamayacaq. Yəni iki qrupa böldü artıq. Honeypotun da qaydası odur. Sən 22-ni görürsən, deyirsən 22 açıqda ora girmək istəyirəm falan kimi şeylər. Nəsə ora girdikdə tak düşürsən hara təbii ki loqa. Əgər normal işçilər indi ora nə qoyulasa bizdə 5-2-də həmən oyuna girirsən, heç bir loqa düşmürsən. Yəni honeypot, yenə deyirəm, hakerləri tələyə salmaq üçün istifadə olunan bir metoddur. Yəni onun üçün nəzərdə tutulub. Yəni bu da layihələrin indirmədə çox istifadə olunur sistemlərdə. Bunun haqqında gələcək dəstədə mən məlumat verəcəm. Publisher-ə gəlirəm. Publisher-ə girdikdə mən 100.157-yə SSH emin at 192.168.100.157 giriş eləmək istəyirəm. Bir dənə baxaq. Görək. 100.157 157 idi. Permission mənə verdi. Bir də baxaq görək. İndi biz nə edəyik? Yəqin ki mən burada bir də SSH keygen edeyim. Daha doğrusu bura görə permission eləməyib. Twice. Mən PowerShell-i məndə həmişə run administration yanında qoşula bilirəm. Bu normaldır. İndi qoşula biləcəm. SSH emin at 192.168.100.157 Təbii, oha. Baxırıq. Görürsən, honeypot burada oje xəbərdarlığa keçdi. Dedi ki, bu 130 bizə qoşulması. 130 kimdir? Təbii ki, IP konfig etdikdə baxırıq 130. Yəni Windows-dan mən kurallara qarşı çıxıb normal giriş eləmək istədim və sistem mənə honeypot dedi ki, 130-na giriş olur. Avtomatik düşürəm loqa. İndi sual doğur. Biz bunu loq eləsək, əgər mən bunu SSH, yox, defs keygen fat air və IP-ni qoysam, təbii ki, indi təzədən qoşulaq. Belə də SSH, yes gəldi, yes, amma root yazam, parolu yazam, amma giriş eləməyəcək təbii ki, amma giriş eləmədiyində də, hətta o, mən enter burada vursam, görsən, yenə də hata, algıladı emin, password da faileddir. Yəni loqluyur. Honeypot normal sən giriş eləmək istəyəndə 22 açıq olduğunda, normal giriş eləmək istəyəndə nə qədər root da yazsan ora girə bilməzsən. Honeypot bir növ tələdir, səni təliyə salır. Mən nə qədər yazsam permission denied alacam, yenə də loqa gedirəm. Amma mən əgər normal giriş kimi girmək istəsəm, cəhd eləsəm, məsələn, deyək ki, mən bayaqla belə girmişdim SSH-a. Ctrl-C və gələm bura qoyuram və SSH-a normal port 5.2 ilə girmək istəsəm. Honeypot məni algılamaz və hətta içəridə buraxar. Baxırıq, heç bir loqlamadan söhbət gedə bilməz. Elə ki, mən exit verdim, çıxdım, normal girişlə girmək istədim honeypot qaydalarına qarşı. Avtomatik loq. Deyirəm root, avtomatik loq. Deyirəm root, yəni dirəşirəm ki, keçim də oradan. Ola bilməz, mümkün deyil, honeypot buraxmaz. Yəni, honeypot qaydası bal küplərinə üçündür, hakerləri təliyə salsın, açıqdır port mən girəm, falan eləyim, falan kimi şeylər yox, bu şeylərə qəti ziddir, avtomatik loqluyur. Bu da layihələndirmədə əsas mövqeyidir, kiber təhlükəsizlikdə. Və normal girişləri isə mən dediyim kimi müəyyən port icazələri verilir, onun üzərindən girilir. Yada salın, cyber security-nin belə bir qaydaları var. Bir çox videolar rast gəlsən, həm onu qırdı, bunu qırdı. Yox, yaxşı mühəndis reddimi əla bilən, bulutimi də əla bilir. Bulutimi yaxşı bilən, reddimi yaxşı bilir. Burada elə bir qayda yoxdur ki, mən reddən anlayışım yoxdur, bulutdan biləcəm. Bulunu bilmirəm, reddi biləcəm. Boş söhbətdə kimsə sizə deyirsə nağıldır. Çünki mən hücum edərkən, mən hücumdan gələn, qaynaqlanan müdafiə sistemini anlamasam, belə piçmazdan adam elə bir gün məhvə gedər. Yəni ona görə biz hər tərəfli bilməliyik sistemi. Hətta mən Instagramda paylaşıram, hətta YouTube'da short paylaşanda mən orada göstərirəm. Onun haqqında video çəkəcəm. Belə deyəm, robotexnika tərəfindən də cyberə yön var IoT cihazlar üçün. Xüsusilə biz IoT cihazların təhlükəsizliyinə deyəndə məsələn evimiz akıllı evlər deyirik də, ağıllı evlər məsələn hər bir şey bu dəqiqə robotexnika ilə əlaqəsi var. Məsələn, plisoslar götürək. Məsələn, dronlar götürək. Onların belə deyim, sistematik işləmə prinsiplərində hətta onun da cyber tərəfi yönü var. Çünki onu da ekləyə bilərlər sistemlərdə. Ona görə o tərəfdən də yanaşmaq lazım. Yəni cyber security deyəndə ancaq ki, toolu bilib də mən hacker olacağam, belə bir şey yoxdur. Blue
RAID hər ikisi layihələndirmə sisteminə işlənməlidir və sistemin işləmə prinsipini anlamalıdır hacker və həmçinin robotexnika tərəfi də var ki, onlar da anlamalıdır ki, necə çalışır. Çalışın dərslərimizə like verin. Mən çalışdıqca yenə də yeni videolar qoyacağam inşallah. Nə suallarınız olsa, belə deyək, infoda, YouTube-un infosunda orada Instagram üzərindən və ya orada WhatsApp üzərindən yaza bilərsiniz. İnşallah çalışdıqca cavablandıracağam. Həmçinin saytımda yeni mövzulara toxunuram, orada baxa bilərsiniz inşallah. Nə qədər like verərsinizsə o qədər, yəni çalışıram çox videolar paylaşırım inşallah, sayımız artsın. Allah amanında görüşmək ümidi ilə. Sağ olun.